dəfə Mağazin Plus verilişinin sponsoru Tural Avtoservis 023-ün rəhbəri Tural Ustanı daha yaxından tanıyacaq. 11-12 yaşımda işləməyə başlamışam və mən Göyçaylıyam əslən olaraq. Göyçay şəhərində özüm üçün işləməyə başlamışdım. Heç avtomobil biznesinə sahəsinə gəlməmişdən əvvəl olaraq, usta kimi fəaliyyət göstərməmişdən əvvəl bir qohum vardı. Onun yanında biz ofisant işləməyə başlamışam bir kafedə. O da yol qırağındaydı. Gün 3 manat işləmişəm. Və demək olar ki, mən orada həm ofisant işləyirdim, həm bufetdə işləyirdim, həm də oranın təmizlik işinə baxırdım. 3 işi görürdüm, gündə 3 manat pul verirlərdi mənə. O mənim üçün deyərdim ki, həyatımda ən sevincli bir məqam oldu ki, orada 11 manat pul tapmışam. Və mən o pulu götürdüm, qaça-qaça gəldim ki, müdürümüzün yanına. Mən 11 manat pul tapmışam. Bu da durdu yuxudan, başladı əlini cibinə atdı ki, pul məndən düşüb. Dedim, səndən düşməyib də, mən bu pulu tapmışam. Məlum məsələdir ki, orada işləyirəm, mən bunu necə deyim, halallıqdan irəli gəlir ki, nə görürdüm, nə tapırdım. Klient mənə özümə belə çayvay verəndə deyirdim ki, mənə pul verdilər. Belə bir şeylər hamısını deyirdim mən. Və orada mən həmən 11 manatına dedim. Birinci tərəddüd elədi ki, o pul bizdən düşüb. Zibini axtardı, ora baxdı, kaşlokuna baxdı, gördü ki, pul onun deyil. Mən axı gün 3 manat işləyirdim. Bu mənə bir gün işlədim, 2 gün işlədim, 3 gün işlədim, maaş vermədi. 4-cü günü işləyəndə 1 manat pul verdi. Bax, ən təsirli yeri də buradır ki, 4-cü gün işləyəndə o mənə 1 manat pul verdi, 4 günə 1 manat verdi. Dedim, niyə 1 manat verirsən? Dedi, sən mənim yanımda işləməsəydin və sən oradan 11 manat pulu da tapmazdın. O 11, bu da 1 manat, eləyir 12 manat. Mənim günüm 25 qəpiyə düşüb. Yəni, mən bir günü 25 qəpiyə işləmişəm. Gördüyü haqsızlıqlar, yaşadığı uğursuzluqlar onun əzmini qırmadı. Əksinə, daha da güclü insana çevirdi. Bir müddət keçəndən sonra 15 yaşım vardı. Mən yaxın adamlar vardı, qohum bağlılığımız var da belə deyim. Onların həyətində fəhlə işləməyə başladım. Bu mənə 25 manat verməli olurdu günə. Səhər 10 tamamda gedirdim, axşam 6-ya kimi qış ayı olduğuna görə biz də kənddə oluruq. Şəhərə gəlib getməyə, inanın ki, maşın tapırdıq gəlib getməyə. Avtomobili də yox idi, tamam da maşın olmayıb. Mən əziyyət çəkirdim gəlib getməyə. Bu mənə 6-da buraxırdı ki, müəyyən bir yerə taksi ilə gedib, oradan da yenə də evə gedib çata bilim. Çox gecə qalmayım da, yaşım da az idi. Şəhər rayonunda da qala bilmirdim, bu kənddə olurdu evimiz. Mən bir gün bu gəldi, səhər işə gəldi, gördü ki, mən bunun həyətində, obyektin həyətində ağacların dibini belləyirəm. Yəni, ağacların dibini işləyirəm. Dedi ki, necəsən? Salamlaşdıq. Dedim, çox sağ olun. Bunun xanımı da, həyat yoldaşı da yanımdaydı. Dedim, təşəkkür edirəm, sağ olun, siz necəsiniz? Salamlaşdıq, bir qohum